Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Cəmiyyətdə özəl pensiya fondlarının yaradılması ilə bağlı müzakirələr fonunda ən çox müzakirə edilən mövzulardan biri də belə fondlar fəaliyyətə başlasa vətəndaşlar istənilən vaxt pensiyaya çıxa biləcəkmi? Sualı ilə bağlıdır. Maraqlıdır, cəmiyyətdə özəl pensiya fondları olacaqsa istənilən vaxt təqaüdə çıxmaq mümkünləşə bilərmi? Mövzu ilə bağlı iqtisadçı ekspert Eldəniz Zəmirov açıqlamasında bildirib ki, özəl pensiya fondlarının fəaliyyət mexanizmi tam olaraq imzalanan müqavilə şərtlərinə əsaslanır. Ekspertin sözlərinə görə, belə fondlarda vətəndaşlarla fond arasında elə razılaşma və əsənləşmə ola bilər ki, şəxs istədiyi vaxt pensiya ödənişini almağa başlasın. Özəl pensiya fondu mahiyyət etibarilə bağlanmış müqavilədən və onun şərtlərindən asılıdır. Əlbəttə ki, özəl pensiya fondlarının şərtləri elə ola bilər ki, insan istənilən vaxt pensiyaya çıxar. Amma bu hazırda gördüyümüz dövlət pensiya fondu deyil. Bu tamam fərqli bir mexanizmdir və bunu nəzərə almaq lazımdır deyə Əminov qeyd edib.